dünya bazarında neftin qiyməti artımını davam etdirir. Brent markalı neftin bir bareli 85 dollara yaxınlaşaraq son bir ayın ən yüksək səviyyəsinə yüksəlib. Analitiklər bahalaşmanı əsasən Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə ABŞ-İran qarşıdurması və Hürmüz boğazında neft tədarükü ilə bağlı risklərin yüksəlməsi ilə əlaqələndirirlər. Bundan əlavə, bazar iştirakçıları OPEC+ ölkələrinin hasivat siyasətini və qlobal enerji tələbatına dair gözləntilər də diqqətlə izləyirlər. Yay mövsümündə yanacağa tələbatın artması, eyni zamanda təkliflə bağlı ehtiyatlı proqnozlar neft qiymətlərinin yüksəlişini dəstəkləyən əsas amillər sırasında göstərilir. Ekspertlərin fikrincə, regionda vəziyyət daha da gərginləşərsə, qlobal neft bazarında qiymətlərə əlavə təzyiq yarana bilər. Bu isə enerji daşıyıcılarının qiymətlərinə, nəqliyyat xərclərinə və dünya iqtisadiyyatında inflyasiya gözləntilərinə də təsir göstərə bilər.